mədəniyyətdir. Bildiyiniz kimi Şirvan şəhərində yolların təmiri ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tender elan edərək podraçı şirkətləri bu işlərə cəlb etmişdir. Lakin çəkilmiş yollar standartlara uyğun gəlmir. Vətəndaşlarda da narahatlıq doğurur ki, çəkilmiş yollar sonradan onların avtomobilinə ziyanlar vurur. Bəs görəsən aparılan işlər nə dərəcədə keyfiyyətlidir? Bu aparılan işlər vətəndaşları qane edirmi? Şirvan şəhərində su xətlərinin çəkilməsi və yolların təmir işləri ilə bağlı maraqlı və narahatlıq doğuran bir mənzərə ilə üz-üzəyik. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus texnika asfalt vurma işlərindən sonra küçənin ortasında nəzarətsiz buraxılması ciddi sual doğurur. Bu texnikanın nəzarətsiz qalması vəziyyətində baş verə biləcək oğurluq və ya texniki nasazlıq hallarında məsuliyyəti kim daşıyacaq? Görünən odur ki, həmin texnikaya cavabdeh qurumlar bu məsələyə yetərincə diqqət ayırmır. Daha narahat edici məqam isə yolların asfaltlanma işlərindəki qüsurlar və istifadə olunan texnologiyanın keyfiyyətsizliyidir. Baş verənlərə nəzər saldıqda belə çıxır ki, aidiyyatı qurumlar tender əsasında seçilmiş şirkətlərin yol işlərini keyfiyyətsiz görməsi onları narahat etmir və bu hal xeyli sual doğurur. Bitum materialının vedrə vasitəsilə döşənməsi, qızdırma prosesində isə odun parçasından istifadə olunması həm ekologiyanı çirkləndirir, həm də işin keyfiyyətini ciddi şəkildə aşağı salır. Bu cür səhlənkarlıq və laqeydlik korrupsiya ehtimallarını daha da artırır və vətəndaşların dövlət qurumlarına olan inamını sarsıdır. Maraqlıdır ki, bu işlərə məsuliyyət daşıyan qurumlar yalnız müşahidəçi kimi çıxış edirlər və görünür ki, problemlərin həlli onların marağında deyil. Əldə edilən mənzərə xala-xətrin qalması misalı ilə görülən işlərdən ibarətdir. Ümid edirik ki, bu məsələyə tezliklə aidiyyatı qurumlar tərəfindən ciddi yanaşılacaq və zəruri tədbirlər görüləcək. Məsələ ilə bağlı bütün maraqlı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.